Önce ölmüşəm, deyirəm ki, əslən mənim halımı soruşmursan, ha, deyə ixtiyarım var. Mən sənin məqalələrindən vəziyyət ruhiyyəm belə aparım. Mən görürəm, narahat yazmısan, bilirəm ki, böyün narahat eləyiblər. Mən görürəm, aram yazırsan, bilirəm ki, böyün rahatlıq ya, evdə bir müşkülü yoxdur. Özləri də səltənət tələb ola, bu ifratı müsəlmanlar ola. Kəsafətlərin foxşuları, kəsiflərin əməlləri çox rahatlıqla bir nəfərə deyə bilirlər. Çox rahatlıqla deyirsən, ha, kafırsın. Kafırdır ki, nə bir sənə 1 milyon dəyər sənə. Bəzi adamların, kafir adamların bir tükü 1000 dənə dəyər bu əhməd və əbləh adamlara. Bu bizim dərdimizdir. Və bu dərd bizim tüylər canibindən bir işlərdir. Yəni mən həmişə demişəm ki, nə də deyirəm, heç kəsdən də ibam yoxdur, deyirəm, amma mən əyə bilsəm, mən elamı cihad edəsəm, fasla gəlib məni öldürəcək, bir dəqiqə özümə zat verməm. Bir dəqiqə rahat oturmam, elamı cihad edər. Və hələ mən bilirəm ki, bu dəbə, qulağı tüylü, türk gəlib məndən dərgir olacaq. Heç fars mənə köymü tarmır.